Əvvəla hamını salamlayıram. Suallarınızı səbirsizliklə gözləyirdim, cavablandırmağa hazıram. Bir çox rəqiblər olub ki, həm fərdi olaraq, həm də komanda olaraq çətinlik çəkmişik. Amma xüsusi belə özümdən götürəndə, fərdi götürəndə mən düşünürəm ki, 2 dənə rəqibə qarşı belə çətinlik çəkmişəm. Biri konferans liqasındakı Marsello oyunda Cengiz Ündər, hamınız tanıyırsınız. Bir də Avropa liqasında Freiburg'a qarşı Yaponiyalı oyuncu vardı bir. Adını unuttum. Ona qarşı çətinlik çəkmişdim. Mən düşünürəm ki, bu sualın cavabını hamı bilir. Əlbəttə ki, Bodo Glimplə vurduğum qol mənim üçün həm dəyərlidir, həm də önəmlidir. Belə deyim, həm həftənin qolu seçilməsi, həm qalib gəldiyi həmin oyunda belə komandaya xeyir verdim. Çox mənim üçün dəyərli oldu həmin qol. Düşünürəm ki, İsveçlə oyundur. Həmin oyunda böyük hesabla qələbə qazanmışdıq. Millimizin tarixində bir ilk idi. Mənim üçün çox dəyərli idi. Bu sualı açığı çox cavablandırmışam. Mən uşaqlıqdan futbol həvəsim olub. Evimizin düz yanında meydança var idi. Səhər gedirdik ora, bir də axşam çıxırdıq. Əlbəttə ki, valideynlərimin mənə çox böyük dəstəyi olub və məşqçilərim də burada belə deyək, qiymətləndirərdim. Çox həvəsləndiriblər, düzgün yola yönəldiblər bizi. Allah şükürlər olsun ki, bu gün buradayıq. Düşünürəm ki, bu sualın cavabında çoxu bilir. Mən uşaqlıqdan Manchester United azarkeş olmuşam. Cristiano Ronaldo'ya görə millidəki 7 nömrədə haradasa ondan əlaqələndirərəm. Nərmanı da bağcalığımdan tanıyıram, uşaqlıqdan tanıyıram. Belə deyək, çox yaxındır mənə, çox yaxın dostumdur. Bunu da hamı bilir. Bu qədər. Hər ikisi. Qol daha çox olsa yaxşı olar. Mən çoxdandır belə deyək, Azərbaycan xalqını belə deyək, xaricdə təmsil etmək istəyirdim. Belə bir şans hələ düşdü. Bursaspor da çox böyük bir tarixi olan klubdur azarkeşlərini. Yəni ki, hamınız tanıyırsınız, hamınız bilirsiniz. Qərar verdim ki, artıq vaxtdır. İnşallah uğurlu olar. Futbol yolunda məni ən çox təsirləndirən insan həm belə deyək, komanda yoldaşım, həm də millimizin U21-in üzvü Şirxan Həsənzadəni qeyd edərdim. Belə deyək, onun vaxtsız aramızdan ayrılmağı nəinki mənə, düşünürəm ki, bütün Azərbaycan futboluna böyük bir zərbə idi. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun, hər zaman bizim qəlbimizdədir. İkinci golunu vurur. Yoxlaya bilər dedim buradan.